Gəlin psixoloqlar və bədən dili haqda bir stereotipi sizə deyim. İnsanlar adətən düşünür ki, sən psixoloqsansa ilk görüşdən onları Sherlock Holmes kimi izləyirsən. Onun şəxsiyyət tipini anlamağa çalışırsan, jest və mimikalarına fikir verirsən. Bu belə deyil. Çünki peşəkar psixoloq bilir ki, yalnız müşahidələrə əsaslanan bilik natamamdır. Bir insan haqqında fikir formalaşdırmaq üçün məntiqli əsas önəmlidir. Gələk bədən dilinə. İnsan ideal varlıq deyil, insan keyfsiz ola bilər və bu istəmədən onun bədənində yansıya bilər və kənardan özgüvənsiz görünə bilər. Və yaxud bir insan soyuqqanlı ola bilər və kənardan onun haqqında sanki təkəbbürlü insanmış fikri formalaşa bilər. Və yaxud siz bir insanın əsəbi, qəzəbli vaxtına onu görə bilərsiniz və düşünə bilərsiniz ki, bu insan aqressiv insandır. İlkin təəssüratlar aldadıcı ola bilər. Çalışın ön yargıdan uzaq olun və daxili dünyanızdan müğayət